Gün 14. 14-cü gündə biz nə edirik? Biz yalnız yazırıq. Arzuların həyata keçməsi üçün yazılı texnikalar mövcuddur. Bir çoxları deyir ki, bu texnikalar demək olar ki, sehirli təsirə malikdir. Məsələ ondadır ki, biz arzularımızı 100 gün ərzində yenidən yazırıq. Hər gün arzumuzu təkrar yazırıq. Arzunuzu götürün və onu səhər, günorta, axşam yazın. Yəni texnika çox sadədir. Arzunun adi şəkildə yenidən yazılması. Komikslərin müəllifi Scott Adams məhz bu üsulla məqsədlərinə çatmışdı. O nə edirdi? Hər gün məqsədini bir kağıza 15 dəfə yazırdı. O bu arzusunu gerçəkləşənə qədər hər gün edirdi. Hər gün yazırdı. Yazı zamanı insan xüsusi bir trans vəziyyətinə düşür. Siz də hiss edəcəksiniz ki, müəyyən anda transa girirsiniz. Arzunuza o qədər fokuslanırsınız ki, şüuraltınız bunu real olaraq qəbul etməyə başlayır. Arzunu yazmaqla bağlı başqa texnikalar da var. Yazılı texnikalar həqiqətən də çox güclüdür. Sadəcə onları tətbiq etmək lazımdır. Bu marafon çərçivəsində biz bugün yazılı texnikanı bir dəfə edirik. Yəni marafon ərzində 27 gün ərzində bir dəfə edəcəyik bunu. Tapşırıq: bir vərəq və ya boş dəftər götürün, meditativ musiqi qoşun. Əgər sağ əllisinizsə sol əllə, əgər sol əllisinizsə sağ əllə yazın. Biz indi beyin sağ yarım kürəsini aktivləşdirməliyik. Qeyri-standart düşünməyə başlamaq vacibdir. Əks əllə arzunuzu 15 dəfə yazın. Mən sağ əllə yazıram adi gündə, yəni yazacağım sol əllə 15 dəfə. Tam uzun formulu yazmaq məcburi deyil, qısa formada yaza bilərsiniz. Məsələn, mən evliyəm və yaxud da aylıq pasiv gəlirim 5000 manatdır. Qısa forma, qısa cümlə arzunun bütün detallarını əhatə etməyə bilər, amma əsas, yəni ki, sut, məna aydındır. İstəsəniz sonra detalları da əlavə edə bilərsiniz. Yəni, əgər sizin üçün vacib nüanslar varsa yazın. Təsvir etmək istəyirsinizsə çəkinməyin, yazın. Musiqi ilə birlikdə meditativ vəziyyətə keçin. Əslində bu vəziyyətə avtomatik düşəcəksiniz və unutmayın ki, arzunu sol və ya sağ əllə 15 dəfə yazacaqsınız. Və unutmayın, yatarkən və oyanarkən mən artıq istədiyimi əldə etmişəm vəziyyətində olun. Düşüncələrinizi nəzarətdə saxlayın, ümumi müsbət halı qoruyun. Bu vibrasiyanızı yüksəltmək üçün çox faydalıdır.